Salam hörmətli kanal izləyicilərimiz, bu gün mən Masazır qəsəbəsində şəxsi tikili 6 otaqlı 170 kvadrat təmiz evin içi, çöldən çölə isə 220 kvadratdan artıq olan tikinti sahəsi ilə evimizdə mən tanış edirəm. 3 sot torpaq sahəsi üzərində inşa olunub. Evimiz bir daxadım 6 otaqdan ibarətdir. Birinci mərtəbədə qonaq otağımız, sanitar qovşağımız, yataq otağımız, solda isə mətbəximiz var. Və bu da ikinci mərtəbəyə qalxan piləkanda gördük manatdır, bir də manatdır, iki də manatdır hörmətli kanal izləyicilər və birinci mərtəbənin yeri istipolla təsis olunub. Bir daha xatırlam, evimiz 6 otaqdan ibarətdir. İkinci mərtəbəsində isə 4 dənə yataq otağı, geniş yataq otaqlarıdır və ondan sonra balkonlarda mövcud hörmətli kanal izləyicilər. Birinci növbədə mən sizi evimizin qonaq otağına tanış edim. Gördüyünüz kimi yerdə metal qranından döşənilib, yeri istipolda hörmətli kanal izləyicilər, kondisiyoneri də burada mövcuddur. Evimiz xatırladım ki, qismən əşya satılır. Evimizin sənədləri isə mən sizi tanış edə bilərəm. Birbaşa notarial alıq-satqıdır, kupça çıxarışdır, dex pasportuna kim var, hörmətli kanal izləyicimiz. Evimizdə mebellərin çoxsu qalacaq, elektro tovarlar götürüləcək, düzdür, qiymətindən çox şəxsidir. Yəni qiymətdə razılaşma olsa, çox əşyaların hamısı qala bilər. Evimiz tam yaşayışlı evdir, evin də torpağın tam mülkiyyət sənədləri qaydasındadır. Buradan da birbaşa həyətinə baxır hörmətli kanal izləyicilərimiz pəncərəsi. Onu da sizə görsənir, burada belə bir gözəl bir həyət-yan sahəsi var. Evimizin qarşı səhvində də həyət-yan sahəsi var və arxa tərəfində yenə də həyət-yan sahəsi var. Padvanlar kimi var hörmətli kanal izləyicilərimiz. Bir də ikinci mərtəbəyə qalxan pilləkənimiz manat betondur və burada istipolun kollektor sistemidir. Və buraya isə birinci mərtəbəyə aid olan sanitar qovşağıdır. Buranın da yeri istipolda təsis olunub, yuxarısı asma tavanlı hörmətli kanal izləyicilərimiz. Və burada belə bir gözəl bir yataq otağı var. 2 dənə də görülür. Yataq dəstləri qoyulub, yəni uşaqlar üçün nəzarət tutub bura. Pəncərədə birbaşa öz həyətinə bax, arxa tərəfində demək olar ki, yarım sota yaxın torpaq sahəsi mövcuddur. Buraya isə belə bir gözəl bir mətbəxi var hörmətli kanal izləyicilərimiz. Qiymət isə xatırladım ki, 159 min manata satışa çıxıb, sözsüz ki, real alıcılarına endirim olunacaq. Buradan da evin arxa tərəfindən mən sizi tanış edeyim. Havalı yerdə, skvazyak olan bir yerdə, evin arxa tərəfində də, qabaq tərəfində də birbaşa pəncərələ öz həyətinə bax, bu gördüyünüz torpaq sahəsi bu evimizə aid hörmətli kanal izləyicilərimiz. Padvanla bax, buradan girişi var, onu göstərdim sizə. Padval da bir adam boyudur, demək olar ki, 2 metrə yaxın padvaldır. Manat betonu gördüyünüz kimi hörmətli kanal izləyicilərimiz, burada da əlavə kladovkasıdır. Burada da yəni manqalinə, bisetka və yaxud da basen də yığdıra bilərsiniz. Yəni alıcının öz təyinlə asılıdır. Bir də xatırladım, evimiz şəxsi tikili 6 otaqlı 170 kvadrat evimizin təmiz içi tikinti sahəsi hündür yerdə yerləşir. Yəni nəmişkənlik 0 dərəcəsində hörmətli kanal izləyicilərimiz burada. İndi isə mən sizi digər otaqlarla tanış edəcəm. İkinci mərtəbəsi ilə. Qapılar da bahalı qapılardır. Gördüyünüz kimi ucuzlu qapılar deyil. İndi isə evimizin həyət-yan sahəsi ilə optik, interneti, qazı, su, işığı bunlar hamısı tam qaydasındadır. Burası evimizin həyət-yan sahəsidir. Ondan sonra sizə ikinci mərtəbəsindən tanış edəcəm. Belə bir həyət-yan, gözəl bir həyət-yan sahəsi var burada. Uşaqlar üçün basen sistemi, yəni burada ağac görəkimizin torpaq sahəsi mövcuddur hörmətli kanal izləyicilərimiz. Evimizin gözəl fasad görünüşü var. Buradan da mən sizə görsədim. Tam yaşayış olan bir yerdə və xatırladım ki, Masazırda Milyonerlər Məhəlləsi deyilən ərazidə yerləşir. Məktəbə, marşrut yoluna çox yaxın bir yerləşir və ondan da sabahı yol asfalt hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi ikinci mərtəbəsindən tanış edəcəm. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. İkinci mərtəbəsində isə 1, 2, 3, 4 dənə yataq otağıdır və sağda isə sanitar qovşağı hörmətli kanal izləyicilərimiz. Birinci növbədə mən sizi buradakı yataq otağı ilə tanış edəcəm. Soldakı yataq otağı ilə. Belə bir uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Pəncərəsi birbaşa öz həyətinə baxır. Buradan da mən sizə görsənəm və pəncərələr gördüyünüz kimi 40 sm məsafədə saxlanılır və şəbəkə pəncərəli birbaşa həyətinə baxır. Evimiz bir daha xatırlam qismən əşya satılır 159 min manata. Solda yenə də belə bir geniş bir yataq otağımız var. Buradan balkonunda birbaşa çıxışı var. Ev həqiqətən çox səliqəlidir. Mərtəbələrlə manat betonla təsis olunub, kombinli işlək vəziyyətdədir. Buradan da belə bir gözəl bir xudmani balkonu var ki, yəni stol sulu qoyub burada rahatsınız istirahət edə bilərsiniz. Tam yaşayış olan bir yerdə hörmətli kanal izləyicilərimiz. Və ikinci mərtəbə aid olan sanitar qovşağıdır. Və buranın da yeri istipolla təsis olunub, bütün havalanıqlar qoyulub, yuxarısı asma tavanla təsis olunub hörmətli kanal izləyicilərimiz. Və burada isə belə bir gözəl bir, yəni uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Və buradan pəncərəsi birbaşa duz yönlə panorama hörmətli kanal izləyicilərimiz. Buradan da bax görə bilərsiniz ki, bax birbaşa duz yönlə
panoramadır. Hündür ərazidə yerləşir. Gördüyünüz kimi evlərin damı. Demək olar ki, bu evin birinci mərtəbəsindədir. Bax, çox hündür yerdə yerləşir. Qəşəng yerdə yerləşir evimiz. Və sonuncu yataq otağı ilə mən tanış edim. Bir daha xatırladım, evimiz ipoteka yararlıdır. Evin də torpağın tam bir sənədləri qaydasındadır. 159 min manata satışa çıxıb, qismən əşya satılır. Sözsüz ki, real alacağına gəldi endirim olunacaq. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola bilərsiniz.